Salam əziz şagirdlər, müdavimlər, hər vaxtınız xeyir olsun. Bugünkü mövzumuz nida mövzusudur və sonuncu köməkçilik hissəmizdir. Adətən nida mövzusunu şagirdlərə izah edəndə deyirəm ki, ən rahat mövzulardan biridir. Amma izahda elə olur ki, şagirdlər həmişə gülürlər. Çünki nidanın məzmununda biraz humoristik şeylər çoxdur. Ümid edirəm ki, siz də elə gülə-gülə baxarsınız. Nida nədir? Nida hiss, həyəcan, qorxu və sevinci bildirən ağızdan çıxan səslərdir. Səslər toplusudur. Yəni, bəzən olur ki, həyəcanlanırsan, ağzına bir səs çıxır, vay deyə qışqırırsan və bu səslərin bir mənası olmur. Bu səslər sadəcə sənin bir şeyə emosional reaksiyalı bildirir. Məsələn, qorxduğun zaman vay deyəndə o vayın bir mənası yoxdur. Yəni, vay adlı bir şey yoxdur dünyada. Sadəcə reaksiyadır deyə biz ona həmin reaksiyalara nida deyirik. Məsələn, ah necə gözəl günlər idi və yaxud ah necə gözəl günlər idi sözündə. Ah sözündə yəni hər hansı bir məna yoxdur. Sadəcə o keçmiş günləri xatırlayan insanların verdiyi reaksiyadır. Belə yadda saxlayırıq. Və nidaların ən rahat yolu nədir? Modal sözlərə çox bənzəyirlər. Hansı xüsusiyyətinə görə? Bunlar da modal sözlər kimi vergüllə işlənirlər cümlədə, əksəriyyəti. Və sən vergüllə nidanı rahatlıqla ayırt edə bilirsən. İndi bir şeydə fikir vermək lazımdır. Quruluşca da nidalar modal sözlər kimi iki yerə bölünürlər. Sadə və mürəkkəb nidalar. Sadə nidalar bir sözdən ibarət olur. Mürəkkəb nidalar isə iki və daha çox sözün birləşməsindən əmələ gəlirlər. Defisdə yazılan versiyaları var, ayrı yazılan versiyaları da var. Yadda saxlayaq bu məqamları. Məsələn, sizə nəzərə sualım düşə bilər ki, nidalar, mürəkkəb nidalar defisdə yazıla bilirlər. Bəh-bəh sözünü yadda saxla. Ayrı yazıla bilirlər, ay-aman sözünü yadda saxlayacaqsan. Nidanın məna növlərinə gələk. Nidanın məna növləri bunlardır. Qorxu bildirən, şadlıq, sevinç, çağırış, qəm-kədər, nifrət bildirən nidalarımız var. Amma bir məsələ var ki, bunlar stabil deyil. Bir nida cümlənin məzmununa görə dəyişə bilər. Məsələn, qorxu bildirən nidalı götürək vay sözünü. Məsələn, deyirəm ki, vay, düşmənlər gəlirlər. Burada qorxursan, çünki düşmən gələndə vay deyirsən, qorxudan doğur bu. Amma mən bir dostumu görürəm, çox sevinirəm, deyir ki, vay, nə yaxşı gündür bugün səni gördüm. Buradakı vay sözü isə qorxu bildirməyəcək. Əksinə, sevinc bildirə bilər, məsələn, heyrət bildirə bilər, təəccüb bildirə bilər. Ona görə də, axı bu səs tonu da ağzımızdansa reaksiya da emosional reaksiya. Bunu hər hansı bir şey verə bilərsən də, qorxanda bu səsi çıxara bilərsən, üzü bu sevinəndə səsi çıxara bilərsən. Ona görə məna növlərini standart əzbərləməyə ehtiyac yoxdur. Sadəcə olaraq sizə testdə düşəndə ki, bu nidanın hansı məna növüdür, cümlənin mənasına fikir verin. Əgər cümlənin mənasında qorxu varsa, deyərsən ki, qorxu nidası. Heyrət varsa, deyərsən ki, heyrət bildirən nidadır. Burada ən yeri stabil olan şey çağırış nidalarıdır. Hey, ey, a, ay, hey və s. tipli sözlərimizdir. Çağırış nə deməkdir? Yəni, kimsə çağıranda, xitab edəndə, xitabların qabağında və yaxud da müstəqil xitab olaraq bunlar işlənə bilirlər. Məsələn, deyirəm ki, hey, bura gəl. Bu hey çağırışdır da, ona görə adı da çağırış nidalarıdır. İndi nidaya da önəmli məqamlar təbii ki, bunlar deyil, bax bunlardır. Nidaların amonimliyi. Testdə də ən çox amonimliklərdən düşür. Məsələn, ah nidası, nida və isimdən amonimdir. Nida olanda vergülünü görürəm və məna bildirmir. Ah, qəmli günlər idi deyirəm. Burada sadəcə bir, necə deyirlər, qəm məzmunu var da. Amma isim olanda suala cavab verir. Məsələn, ahın məni tutdu. Bir vergül yoxdur burada. İkinci məqam suala cavab verir və rahatlıqla sən bunu götürürsən isim kimi. Ya da ki, məsələn, sənin ahın nə ağır imiş. Burada da avtomatik olaraq elə sən onu götürəsən isim kimi. Çünki nəyin ahın sualına cavab verəcək. Burada məsələn, ahı tutmaq frazoloji birləşmədir deyə biz burada müstəqil sual verə bilmərik. Ancaq frazoloji birləşmə kimi sual verə bilərik. Amma müstəqil işləndiyi məqamlar da var. Hətta gəlin cümləni düzəldək. Deyirəm ki, məsələn, ahın nə ağır imiş. Bax, burada avtomatik olaraq mən buna isim deyə bilərəm. Çünki müstəqil şəkildə suala cavab verir. Sonra, ay sözünə fikir verək. Ay sözü nida olanda eyni prinsipdir. Vergül qoyulur, məna ifadə eləmir. Amma isim olanda, məsələn, deyirəm ki, ay erkən çıxmışdı, nə? Ay, suala cavab verir, vergülsüz işlənir. İsim kimi də amonim öz aralarında planet bildirən ayımız var, bir də təqvim mənasında işlənir. Yəni, hər tərəfli iki isim mənasında, bir də nida mənasında amonim götürə bilərik onu. Ox sözünə fikir verək. Nida mənasında vergüllə işlənəcək, amma isim mənasında bizim bildiyimiz ox mənası var, yaya taxıb atırıq. Həmin ox mənasını bildirəcək və suala cavab verəcək.
Uy sözü çoxunun fikir vermədiyi sözdür. Nida olanda vergülük olur, feil olanda isə şeytana uymaq sözü var və həmin məzmunu ifadə eləyəcək. Ax sözü də nida olanda vergülü var, mənası yoxdur. Feil olanda isə axmaq mənasında bir məzmun daşıyır. Məsələn, su sürətlə axırdır. Hey sözü də həmçinin 3 dənə mənası var hey sözünün. Nida kimi, hey necəsən çağırış nidasıdır, vergülü var. İsim kimi taqət mənasındadır. Məsələn, heyim qalmayıb, yəni taqətim qalmayıb, yorğunam mənasındadır. Zərf kimi isə onlar hey danışırlar. Daha çox feili izah edir, hərəkətin məzmununda işlənir. Ona görə yadda saxlayaq, hey nidasının 3 dənə mənası var və amonimdir. Sonra, aman sözü də testə düşən məqamlardandır. Aman nida olan vergülü ilə işlənəcək, amma isim olanda suala cavab verir. Düşmən aman istəyir. Nə istəyir? Aman. Və ona görə də bu aman sözünə də fikir vermək lazımdır. Belə, gəlin nida haqqında vacib məqamlara fikir verək. Baxın, testdə ən çox düşən məqamlardan biridir. Ey sözü. Ey çağırış nidası vergülsüz də işlənə bilər, vergüllə də işlənə bilər. Yadda saxla ki, əgər birbaşa xitabın yanında gəlsə, vergül qoymuram ondan sonra. Çünki xitabla gəlib, xitabın sonunda vergülümü qoyacağam. Amma müstəqil işlənəndə, məsələn, ey, buraya gəl, özündən sonra dərhal vergül qoyacağam. Yəni, sizə testdə düşsə ki, hansı nidamız ya da hansı çağırış nidamız vergüllə də işlənə bilər, vergülsüz də işlənə bilər. Ey sözünü yadda saxlayacaqsın. Bir də ki, A çağırış nidası var bizdə, çox gizli yerdə işlənir və onu görmək çətin olur. Ən çox riskli hansı suallarda olacaq? Deyəcək, məsələn, sualda neçə dənə nitq hissəsi var, ya da neçə köməkçi nitq hissəsi var. Biz də A-nı görməliyik. Niyə görməliyik? Çünki cümləyə fikir ver. Seyyida məclis-i irfana gəl, yəni Seyyida irfan məclisinə gəl, Seyyid mənasında. Burada A nidadır. Ey sözünün, ey məzmununu daşıyır. Yəni, ey seyyid deməkdir. Seyyida, ey seyyid deməkdir. Yəni, ey seyyid, irfan məclisinə gəl. Və ya da məsələn deyərəm ki, vaqifa, bax bura, yəni, ey vaqif, bura bax məzmunundadır. Yəni, bu nidadır. Bunu da müstəqil nitq hissəsi kimi götürəcəksin. Yəni, köməkçi nitq hissəsidir. Belə, nidalarda çətin bir şey yoxdur. Sadəcə olaraq, amonim nidaları yaxşı əzbərləmək lazımdır və nidalarda vergül məsələsinə, çağırış nidalarına fikir vermək lazımdır. Qalan şeylərdə Allah köməyiniz olar. Allah necə buyurur? Deyir, səndən hərəkət, məndən bərəkət. Videonu bəyənməyi, kanala abunə olmağı yaddan çıxarmayın. Bu sonuncu köməkçilik hissəsidir. Gedin bir ümumi bütün köməkçilik hissələrini təkrarlayın ki, köməkçilik hissələrin amonimlikləri və eyni zamanda da onların məna növlərini qarışdırmayasınız. Növbəti videolarda görüşənədək sağ olun, hələlik. Ürəyimiz böyüdü, evlərimiz balaca. Gecə tezi əcəl bizi tapacaq.